Salam əziz izləyicilərim, sizi yeni bir vloqumdan salamlayıram. Bugün sizlər üçün market alış-verişi vloqu çəkirəm. Düzdür, dünən bazarlığa getmişəm, amma market qarışıqlığı olduğu üçün çəkə bilmədim. Dedim evdə sizin üçün çəkərəm, bir vloq paylaşaram. Mən ədviyyat bankalarımı, yəni quru ərzaq bankalarımı boşaldıb təzgahın üzərinə yığmışam, yuyub yığmışam. Aldıqlarım ərzaqları sizlərlə birlikdə yerləşdirərik inşallah. Gördüyünüz kimi burada qreçkalar bankalara dolduracağam. Deyəsiniz ki, nə boyda qreçka almışsan? Qızlar, bizim uşaqlar qreçka çox sevdikləri üçün mən qreçkanı çox alıram. Aylıq bazarlıq edirəm. Ona görə də bir dəfəlik çox almışam. Burada gördüyünüz kimi quru məhsullardır. Yəni duru yağdır, paraşokdur, belə şeyləri əvvəl almışdım deyən, istifadə etmişdim deyən sizlərlə çəkib paylaşa bilmədim. Biz aylıq bazarlığımızı belə edirik. Amma ətdir, yağdır, pendirdir, bunları rayondan alırıq. Rayondan ətimizi, aylıq ətimizi bilirəm ki, ayda nə qədər ət istifadə edirəm. Rayondan aldırıram. Sağ olsun mamam, yəni qatıqdır, süddür, belə yağdır. Mən mənsil yağı istifadə edirəm. Yəni onları mamam özü, yəni öz məhsulundan göndərir. Buradan elə şey almıram. Yəni oradan göndərir. Aylıq mı olsun, ya yarım aylıq mı olsun, hər zaman oradan göndərir. Əti də dediyim kimi aylıq alıram. Yəni hissələrə bölürəm, bilirəm ki, bir aylıq nə qədər ət istifadə edəcəm. Burada hər bir doldurub bankalara yığıram. Üzərinə bir dənə dəfnə yarpağı qoyuram ki, dəfnə yarpağı ərzaqları yaxşı saxlayır. Evdə qreçka, yəni qabda köhnədən qalmışdı deyən, onu qaba əvvəlcə təzəni tökürəm, üstündən köhnəni tökürəm ki, bunları qabaq əldən işlədərəm, sonra bankalardan istifadə edərəm. Qızlar, bilmirəm, siz də hiss eləmişsiniz, eləməmişsiniz. Marketdə hər şey qalxıb, yəni az da olsa, 5 qəpik, 3 qəpik də olsa hər şey qalxıb. Düzdür, endirimlər olsa da belə hiss olunur ki, hər şey qalxıb. Qiymətlər qalxıb. Burada isə gördüyünüz kimi mən yəni qabartma tozu da almışam, kakao da almışam, makaron, vermişir, bunları almışam. Hər zaman mən qabartma tozunu çəki ilə, qramdan alırdım. Şirniyyat mağazalarında, yəni satılan ədviyyatlar yerindən alırdım. İndi belə olan, orada olmayanda da belə alıram. Marketdə qarşıma çıxdı, aldım. 5 ədəd götürdüm. Bir də bir kakao götürdüm. Bizdə kakao, yenə deyirəm, kakaonu mən qramdan alıram. Amma kakaonu çox istifadə etdiyimiz üçün uşaqlar südə kakao töküb elə içirlər. Ona görə də belə də aldım ki, evdə olsun. Vermişil, belə xırda vermişil də alıram. Uzun spaget üçün də vermişil alıram. İndi yenə görəsiniz dəzgahın üzərində. Əvvəllər sırf spaget üçün vermişil alırdım. Amma onu uşaqlar sevmədiyi üçün adi, yəni nazik vermişillərdən almışam bu dəfə. Ona görə də bu dəfə bundan aldım ki, uşaqlar bunu sevir. Çünki keçən dəfə bir dəfə almışdım. Bunu sevdilər, onu sevmədilər. Ona görə dedim yenə bundan alım. Çay da hər zaman mən aylıq bazarlıq edəndə, yəni böyük çaydan alıram. Bir də o iyili çaylardan alıb qarışdırıram. Yoldaşım çempion çayını sevir, başqa çayları sevmir. Ona görə də çempion aldım. Bu dəfə balacasını aldım. Həmişə böyüyünü alırdım. İndi bu dəfə isə balacasını götürdüm. Mən hər zaman evdə zapas bir qaba ayrı qoyuram ki, birdən qutararsa da əlimin altında olsun. Mən çaya düzdür, yəni ətirli çaylar da qatıram, kəkotu da qatıram. Çox gözəl olur. Yəni sağ olsun dağdan gətirirlər hər zaman.
yəni belə çaya tökürəm. Düzdür, səhərlər adi çay dəmləyirəm, amma günortalar, axşamlar çay dəmləyəndə bu qarışım çaydan istifadə edirəm. Qızlar, mən hələ bayram bazarlığı etməmişəm. Evdə olan düyü var idi. Bir də bir kiloyluqla bir aldım ki, indi çərşənbələrdə istifadə edərəm. Bayram bazarlığına, bayrama təzə bazarlığa gedəndə təzəsini alaram. Yumru düyündə qızlar, bilmirəm siz, mən elə su çox pişirmirəm, uşaqlar sevmədiyi üçün ancaq dolmalarda istifadə edirəm. Bir də ki, arada uşaqlara südlaç edirəm, südlaçda istifadə edirəm, yəni çox istifadə etmirəm. Qızlar, bilmirəm, sizin uşaqlar da elədir, elə deyil, amma bizim uşaqlar ət deyilən məhsulu yemirlər. Çox istəyirəm ki, yesinlər, ətdə kalori çoxdur, amma onlar yəni bir gürcü xəngəlini yeyirlər, bir də bir soz yeyərlər, başqa ətdə istifadə adi kənd toyuğunu, kənd cücəsini heç vəbşə dillərinə vurmurlar. Yəni heç kənddən olan məhsulun heç birini dillərinə vurmurlar. Onlar nə qədər sağ olsunlar, rayondan göndərirlər, qaynanam gildə, mamam da. Amma kənd cücəsini, onlar kənd colpalasını, nə də yumurtasını dillərinə vurmurlar. Amma deyim ki, mağazindən alınan toyuğu sobada pişirərəmsə də onu yeyirlər, amma kənddən gələn o təzə cücəni heç vaxt dillərinə vurmurlar. Bilmirəm. Əvvəl balaca oğlum yenə at çox yeyirdi. İndi balaca da heç yemir. Böyük heç əvvəldən yemirdi. Balaca at çox yeyirdi, amma indi daha balaca da yemir. Yəni kənddən gələn heç bir məhsulu dilinə vurmur. Qızlar, mən bu videonu ayın 7-si paylaşacağım. Qarşıdan gələn 8 martınızı təbrik edirəm. Xoş günlər arzulayıram. Hər birinizə qadın saadəti arzulayıram. Hər zaman təravətli qalasınız. Xoş günləriniz olsun inşallah. Tək bir gün yox. İlin bütün günü hər zaman xoş günləriniz olsun. Hər birinizin. Bilirəm ki, yəni videomu izləyənlərin çoxusu qadındır. Yəni buradan hər birinizin 8 martınızı təbrik edirəm. Xoş günlər arzulayıram. Buradan qazananlarınızın da canını sağ, ruzunuzu bollu, bərəkətli olmağınızı arzulayıram ki, hər zaman qazanıb gətirirlər. Biz də evdə balalarımızı yedizdirib, balalarımızı böyüdürük. Allah hər birinizin balalarınızı canını sağ, xoş günlər arzulayıram. Bu isə şəkər tozudur. Bu dəfə çox aldım. Elə bir dəfəlik dedim ki, bayramda da şirniyyat pişirəcək. Ona görə də çox aldım. Bir qab tutan qədərini dolduracağım. Yəni əlavə də var. Dedim evdə olsun. Çünki aylıq bazarlıq gedəndə bir dəfəlik taksi tutub gedirik. Ona görə də hər dəqiqə gedə bilmirəm. Bir dəfəlik aldım. Bu isə qızlar, mən Araz marketdən endirmə düşmüşdü. Başqa bloglarda baxmışdım. Çox tərifləyirdi qızlar. Ona görə bu qırmızı hamam təmizləyicisini aldım. Bir də sepit aldım. Yəni qara paltarlar üçün Durumaye paraşok. İran marketindən almışdım. İran mağazalarından. Çox gözəldir. Hər zaman da bundan istifadə edirəm. Xoşuma gəlir. Ona görə də yenə də aldım. Qızlar, burada isə oğlumun müəlliməsi üçün bir kiçicik hədiyyə, yəni şokolad bəzətdirmişdim.
Bu gün ayın 7-si olduğu için oğlum aparacaq, müəlliməsini təbrik edəcək. Sabah 8-i günü dərs olmayacaq. Yenə deyirəm, 8 martınızı hər birinizin təbrik edirəm. Xoş günlər arzulayıram. Hər zaman qadın təravəti arzulayıram sizlərə.